Arzuladığı bədən quruluşuna qovuşmaq üçün əməliyyat etdirdi. 16 gün sonra isə evində dünyasını dəyişdi. Hadisə Sumqayıtda baş verib. Belə ki, 34 yaşlı Pərvanə Mirzəyevanın əməliyyatdan sonra səhhətində ağırlaşmalar baş verib. Nəticədə o öz evində vəfat edib. Mərhumun ailə üzvləri mikrofonumuza danışmaq istəməsələr də iddia edirlər ki, Pərvanə Mirzəyeva etdiyi əməliyyat səbəbindən dünyasını dəyişib. Ötən gün Sumqayıt şəhərində yaşadığı evdə vəfat edən 34 yaşlı qadın fevralın 27-sində Yasamal rayonunda yerləşən Etalon Hospitalda liposaksiya əməliyyatı etdirib. Məlumata görə, əməliyyatdan sonra onun səhhətində ağırlaşmalar baş verib və bu səbəbdən dünyasını dəyişib. Hospitaldan əməliyyatın hansı həkim tərəfindən hansı şəraitdə aparıldığına, əməliyyatdan sonra xəstənin vəziyyətinin necə olmasına dair ətraflı məlumat öyrənmək istəsək də, təəssüf ki, xəstəxanada bizə cavab verəcək kimisə tapa bilmədik. Hospitalın direktoru ilə telefon əlaqəsi yaratdıq. O bildirdi ki, Pərvanə Mirzəyeva xəstəxanaya müraciət etdiyi son günlərə qədər səhhətində heç bir problem olmayıb. Hardasa bir 16-17 gün öncədən oradan əməliyyatdır. Həkimin demək olar ki, o daimi olaraq əməliyyatdan sonra bu xəstələr sarğıya gəlir. Hər bir halda, normal halda özü həkimə müraciət edib, sarğılarını edib və bura müraciət elədiyi son günlərə qədər səhhətində heç bir problemin olmadığı haqqında məlumat veribdir. Və hal-hazırda xəstə niyə rəhmətə gedib, nədən olub, necə olunubdur, bildiyim qədər artıq araşdırma aparılır. Araşdırmaların nəticələrindən sonra fikirlərimizi bizə bildirəcək. Hansı cərrah əməliyyat edib, doktor? Bizdə plastik cərrahımız var, sənədli və müqaviləli, hər bir sənədin üzərində olan doktorumuz eləyibdir. Cərrahi əməliyyatı icra edən həkimin kim olduğunu isə öyrənə bilmədik. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.